Herkese salam. Bugün sizinle birlikte İngiliz dili səviyyə 90-dan başlayaq. 6-cı misal. Choose the correct answer. Düzgün cavabı seçin. Are you and Greg meeting in the cafeteria? Sən və Greg kafeteriyada görüşəcəksiniz mi? Yes, they are. Bəli, onlar. No, we are not. Xeyr, onlar görüşməyəcək. Gördüyümüz kimi, bu da you, yəni sən. Sən deyirsənsə, yəni özün də içəri daxil olduğu üçün we, yəni biz istifadə olunacaq. İkinci. What are you wearing? Nə geyinirsən? I am wearing jeans. Mən jeans şalvar geyinirəm. I am at the library. Mən kitabxanadayam. Burada verilən sual bizə nə geyindiyimiz saxtaydı. Onun üçün biz burada səhv olan biz burada seçəcəyik ki, I am wearing jeans. Yəni mən cins geyinirəm. Çünki mən kitabxanada olmam, yəni mən hardasa olayam da, yəni mən bir yeri geyinəmərəm. Üçüncü. Are they wearing their glasses? Onlar askərən taxırmı? Yes, they are. Bəli, onlar taxır. No, we are not. Xeyr, biz taxmırıq. Burada they, yəni onlar dediyi üçün yenə A variantını seçəcəyik. Are you listening to music? Sən musiqiyə mi qulaq asırsan? No, I am doing homework. Yes, I am playing video games. Yəni deyək ki, mən evdə axşam edirəm. Mən oyun oynayıram. Gördüyümüz kimi, yəni bu sualı bizə verəndə yəni soruşur ki, musiqi qulaq. Yəni biz xeyr, musiqi qulaq asmırıq. Ev tapşırığımızı edirik. Yeddinci. Read the chart and make sentence about what people can and can't do in notebook. Misal, bunları cümlələr qurun. Onların nə edə bildiyi ya da nə edə bilmədiyi haqqında. Burada bizə 4 dənə müxtəlif şəxs haqqında cədvəl verilib. Məsələn, Amina topa vura bilir, top tuta bilmir, futbol oynaya bilir, top ata bilirsə bilinmir. Dylan top tuta bilir, futbol oynaya bilmir. Bella top tuta bilir, top vura bilir, top tuta bilmir, futbol oynadığı bilinmir, top ata bilir. Yəni kaç bal top tutmaqdır, 2 bal topa udarılmaqdır. Trof bal isə voleybol kimi topu əldən atmaqdır. Gəlin indi baxaq. Birinci cümləni özü bizə verib. Amina can kick a ball and play soccer, but she can't catch a ball. İndi qalanlarını isə biz özümüz öz fikirlərimizlə özümüz yazacağıq. Cümlələri yazdıq. Gəlin indi baxaq. Dylan can catch a ball. Dylan top tuta bilir. But he can't play soccer. Amma o futbol oynaya bilmir. Bella can kick a ball and throw a ball. Bella həm topu udar vura bilir, həm də topu əli ilə ata bilir. Amma o topu can't catch ball. Amma o topu tutamır. Javier can catch a ball. Javier top tuta bilir. But he can't kick a ball or throw a ball. Amma o topu uda vuramır və yaxud tutulamır. Yəni atamır. 7-ci elədik. Burada mən məlumatların hamısını bu cədvəlinə baxıb elədim. İndi keçək 8-ciyə. Ask question. Sual ver. Sən answer the question so they are true for you. Sonra isə sualları cavablandır özünə görə. Play soccer. Can you play soccer? No, I can't. İndi ikinciyə yaza bilərik ki, throw a ball. Yəni sən topu əlinlə ata bilirsən. No, I can't. Yəni mən topu əlimlə ata bilmirəm. Üçüncüsü. Can't your ice skate? Sən xizə sürə bilmirsən.
Yes, I can. Yıxıza sürən bilmirsənmi? Bəli, mən bacarmıram. Dördüncü, dance. Can you dance? Rəqs edə bilərsənmi? No, I can't. Xeyr, edəmərəm. Ya da I can, mən edə bilərəm. Bunlar hamısı öz fikirlərini yazacağıq. İndi keçək 9-cuya. Look at the pictures and make sentence. Aşağıdakı şəkillərə baxın və onlara uyğun cümlələr qurun. Gördüyümüz kimi birincisi su içməkdir. Drink water. İkincisi yemək yeməkdir. Amma bu da X verilib. Onun üçün yazacağıq ki don't eating food. Yemək yeməmək. Üçüncüsündə gördüyünüz kimi uşaqlar idmanını exercise edir. Dördüncüsündə gördüyümüz kimi bir dənə uşaq oyun oynayır. Yemək yeməmək, idman etmək, video oyunlar oynamamaq. İndi gəlin keçək sonraki misallara. Check your progress. Öz progresinizi yoxlayın. Yəni davamiyyətinizi. I can talk about classes. Geyimlər haqqında danışa bilirəm. Use the present progressive to describe classes. Present progressive ilə paltarlar haqqında cümlələri qura bilirəm. Talk about sports and skills. İdmanlar və bacarıqlar haqqında danışa bilirəm. Use can and imperatives to say what people can do. İnsanların nə etdiyi haqqında yaza bilirəm. Bunlar siz özünüz seçəcəksiniz. Əgər bacara bilirsinizsə içini dolduracaqsınız. Bacara bilmirsinizsə içini boş saxlayacaqsınız. Learn to learn. Öyrənmək üçün öyrən. Vocabulary categorization. Yəni sözlərin yadda saxlanması. You can categorize group of words with words. For example, kick, throw, catch, walk and run. Sən sözləri digər sözlərlə bir qrupun içine yığa bilərsən. Məsələ üçün, udar vurmaq, əllə atmaq, tutmaq, yürümək və qaçmaq. Use same without nouns, hand and foot to help you remember. Onları yadda saxlamaq üçün öz əlinizi və ayaqlarınızdan yadda saxlaya bilərsiniz. Bugün sizinlə birlikdə səhifə 98-i işlədik. Gələcək videolarımızda görüşmək ümidi ilə hələlik.